Şəmşəddin Alməmmədov uzun illərdir fermerliklə məşğul olsa da, artıq bu sahədə çalışmağın çətin olduğunu deyir. Samuxlu fermer təsərrüfatında min bir əziyyətlə qulluq edib böyütdüyü heyvanların satışından əldə etdiyi gəlirin zəhmətinə dəymədiyini bildirir. Qabaq 20 dənə saxlasan, indi 10 dənə, 8 dənə, 7 dənə saxlayırsan. Belə zorluqlara düşürük. Saxladığın dəyərisini satırıq da indi. O tayasını 3 manata, 2 manata 50 qəpiyə alanda, indi hardasa 7 manata qalxıb. Dvayno qalxıb da. İndi bu da adama gəlir də, çətinlik gəlir. Ot yiyim, arpa deyilə, qavaq saxlayanda 20 qəpiyə alanda azı 40-45-50 qəpiyə arpalar almaq olur. Fermerin sadaladığı problemləri elə qəssablar da təsdiqləyir. Onlar bu faktorların bazarda heyvanların satış qiymətinə birbaşa təsir etdiyini deyirlər. Qabaq alırdı 11-12 manata, indi alır 16 manat, 15 manata. Birdən-birə nə qədər fərq edib. Arpa bahadır, yem, ot bahadır. Onlar da alıb saxlayırlar. Bir dənə saxlamaqdan ötürü nə qədər 6 ay, 5 ay onun tövlə şəraitində saxlayırlar ki, satıb nəsə əldə bir şey eləsinlər. Heyvan məsələn bazara, indi bazara hal-hazırda bağlıdır. Biz kənd cəmaatından alırıq. Amma ki belə bazarlara heyvan az çıxır. Az yəni çıxır bazarlara. Əvvəl nə qədər idi, indi nə qədər təqribən? Əvvəl vallahi çıxır da nə qədər 500 dənə, 1000 dənə, 2000 dənə, indi çıxır məsələn 300, 400. Ölkədə iri və xırda buynuzlu heyvandarlıq sahəsindəki bu çətinliklər idxal məsələsini aktuallaşdırır. Elə bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana 121 milyon 133 min 740 dollar dəyərində diri heyvan gətirilib. Bəs maraqlıdır, həcmi elə də kiçik olmayan bu idxal daxili bazara necə təsir göstərir? İdxal olmasa, hazırki qiymətlər kəskin arta bilər. Biz fikirləşməyək ki, idxal yox var deyə, belə deyək, yerli fermerlər əziyyət çəkir. Əksinə, idxal olmazsa, idxal azaldılarsa və yaxud da idxal süni şəkildə məhdudlaşdırılarsa, qiymətlər daha böyük sürətlə arta bilər. Burada məsələ ondan ibarətdir ki, yerli örüşlərin olmaması, azalması əvvəlki dövrlərə müqayisədə. Bunun müxtəlif obyektiv səbəbləri var. Bağçılıq, əkinçilik, belə deyək, bostançılıq inkişaf eləyib, belə deyək, fermerlər ərazilər tutub əkirlər. Və burada heyvanların boş örüş sahələri azalır. Bundan başqa ölkənin torpaq fondunun yarısına qədəri şoranlaşıb, yəni yaşıl ot örtüyü yoxdur. Mütəxəssisin fikrincə çıxış yolu yerli sahibkarların mövcud sahəyə investisiya qoymasıdır. Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini öyrəndik. Bildiyiniz kimi kənd təsərrüfatında heyvandarlıq sahəsində xüsusilə damazlıq heyvanların alışında çox yüksək dəstək mövcuddur. Bu 60%-nin dövlət tərəfindən qarşılanan şəkildə heyvanın satın alınması ilə bağlıdır. Bu özlüyündə böyük dəstəkdir ki, sahə üzrə ölkədə heyvandarlıqla bağlı təşəbbüslərin çoxalması. Təbii ki, qeyd elədiyimiz kimi təşəbbüslər sahibkarların öz istəklərinə bağlıdır. Yəni heyvandarlıq məqsədli təsərrüfat qurmaq sahibkarın bilavasitə özünün seçimidir. Amma bu istiqamətdə dövlətin dəstəyi hal-hazırda mövcuddur. Qeyd edək ki, Azərbaycanın əsas diri heyvan həm də ət idxalçıları Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri, Dağıstan və Ukraynadır.